İdraç liseyində güllələnən müəllim həmin şagirdini bağışladı. Cinayət hadisəsi ilə bağlı olduqca vacib detallar üzə çıxıb. Xəbərə keçməzdən əvvəl isə buradakı üstəgələ də toxunun ki, kanala abunə olasınız. Bəli, izləyicilər, bir çoxlarınız xatırlayırsınız. İdraç liseyində şagird atasının ov tüfəngini götürərək müəllimini güllələmişdi. Elə liseyin içərisindəcə bu hadisə baş vermişdi. Hadisə ilə bağlı artıq müəllim və şagirdin ailəsi arasında barışıq olub. Müəllim yazılı şəkildə müraciət edərək şagirdi bağışladığını, ondan şikayətçi olmadığını bildirib. Eyni zamanda həmin şagirdlə bağlı psixoloji təhlillərin, analizlərin nəticəsi də açıqlanıb. Bu barədə Qafqaz Info saytı məlumat əldə edib. Saytın yazdığına görə şagirdin psixoloji pozuntularının olduğu üzə çıxıb. Yəni hadisəni törədən şagirdin müəyyən psixoloji problemləri olub. Təbii ki, bu onu cinayətdən azad etmir, lakin məhkəmə prosesində bu artıq onun üçün yüngülləşdirici hal hesab edilə bilər. Qeyd edək ki, yaxın günlərdə prokuror tərəfindən ittiham aktı hazırlanaraq məhkəməyə təqdim olunacaq və bundan sonra məhkəmə prosesi də başlayacaq.